Salam uşaqlar, videonun axşam vaxt çəkdiyimiz üçün axşamınız xeyir. Necəsiniz? Ümidvaram ki, yaxşı olarsınız. İmtahana bildiyimiz kimi az qalıbdı və bu sürəc ərzində sizə əlimdən gəldiyi qədər müəyyən qədər köməkliklər göstərəcəm və buna görə də bir çox mövzular çəkib paylaşmağı özümə borc bilirəm. Bu gün başlayaq nədən? Amonimlər mövzusundan. Amonimlər mövzusundan bildiyimiz kimi şagirdlərin ən asan bilib də ən çox səhv elədiyi mövzulardan biri də amonimlər mövzusudur. İlk baxışdan çox asan gəlir, amma elə də müəyyən qədər asanlığı yoxdur. Burada sırf nəyə şagirdlərin öz söz bazasının artırılmasına güc düşdüyü üçün müəyyən qədər şagirdlər özlərinə gün ağlamalıdırlar. Aha, gələk nəyə? Amonimlərə. Amonimlər uşaqlar nəyə deyilir? Bildiyimiz kimi yazılışı, deyilişi, vurğusu, başlanğıc forması eyni olan, lakin nələri fərqli olmalıdır? Mənaları fərqli olan sözlərə nə deyirlər? Amonimlər deyirlər. Yəni uşaqlar yazılış, deyiliş, vurğu, başlanğıc forma eyni olmalıdır. Amma mənaları müəyyən qədər fərqli olmalıdır. Ona görə də amonimliyi nədir? Bu mənalarının fərqli olmasıdır. Gələk bax tutaq ki, qalın sözünə. Qalın sözü uşaqlar bir mənası varlı deməkdir. Varlı, yəni deyirlər ki, qalın adamdır, yəni varlı adamdır. Bir mənası da sifət mövqeyində qalın, necə qalın, bir də naziyin əksi olan qalın mənasında. Deməli, nədir? Amonim sözdür. Və yaxud da ekspozisiya sözü. Ekspozisiya sözü. Ekspozisiya sözü amonim olan sözlərdən biridir. Həmçinin termindir bu söz. Hər iki mənada. İstər fizika elmi mənasında, istərsə də ədəbiyyatda olan ekspozisiya mənasında nədir? Amonim sözlərimizdən biridir. Ona görə də mənaları fərqli olduğu üçün, həmçinin vurğuları, deyilişi, yazılışı, başlanğıc forması eyni olduğu üçün bu nədir? Amonim sözlərdən biridir. Yaxşı uşaqlar, indi sizə belə bir sual verilə bilər. Bütün mənaları fərqli olan sözlər amonimdir. Doğrudurmu? Xeyr, təbii ki. Uşaqlar, bütün mənaları fərqli olan sözlər amonim ola bilməz. Amonim olmaları üçün gərək birinci nə eləyələr? Onlar paronim olmayalar. Deməli, paronimlər nədir? Paronimlər amonim ola bilməz. Biraz xəttim çox qəşəkdir. Yəni ona görə üzrü sayarsınız. Paronimlər amonim ola bilməz. Paronimlər nədir uşaqlar? Bir hərfə görə fərqlənən sözlərdir. Məsələn, mətin sözü var. Daha sonra mətin sözü var. Daha sonra sürfə var. Bir də süfrə var. Daha sonra kompaniya var. Bir də kampaniya var. Bu sözlərin sırasını artırmaq olar. Məsələn, əsirdir, sənətdir, daha sonra sənətdir, servisdir. Bu kimi sözlərlə onların sayını artırmaq olar. Gələk bax bu sözlər nədir? Mətin sözü nədir uşaqlar? Mətin sözü, yəni dözümlü insan mənasındadır. Daha sonra mətin isə biz imtahanlarda oxuyuruq mətin. O mənanı ifadə eləyir. Sürfə sözü. Aha. Sürfə sözü milçəyin yumurtası mənasında. Görürsünüz o sürfə, milçək deyirlər sürfə qoyur, o mənada işlənilən sözdür. Amma süfrə sözü nədir uşaqlar? Süfrə sözü isə üstünə yemək qoyuruq, çörək qoyuruq. Bax o mənanı ifadə eləyir, yemək yediyimiz yerdir. Daha sonra bax kompaniya sözü də var, kampaniya sözü də var. Bunun yazılışı, tələffüzü nə eləyəcək? Kampaniya kimi tələffüz olunacaq. Və şagirdlər əksərən gedir, bu sözü bilmədikləri üçün bu sözün yazılışını səhv götürürlər və testlərə də tez-tez düşən sözdür. Kampaniya sözü uşaqlar. Company sözündən yadda saxlayın. Company sözündən yadda saxlayın ki, kompaniya sözü şirkət sözü ilə bağlıdır. Şirkət deməkdir. Kampaniyanı isə mən kamp sözündən yadda saxlamışam. Bir növ hərbi toplanışdır. Bildiniz? Kamp sözündən. Yəni o hərbidəkilər də tez-tez kampa getmirmi? Kamp sözündən yadda saxlayaraq deməli nədir? Hərbi toplanış mənasını ifadə eləyən sözlərimizdən biridir. Ondan sonra nələr amonim ola bilməz? Nələr amonim ola bilməzlərin sırasında da bir dənəsi də nədir? Xüsusi isimlər. Yəni amonimlər yadınızda saxlayın uşaqlar. Amonimlər xüsusi isim ola bilməz. Tutaq ki, alim sözünü sənə verib və yaxud da sakit sözünü və yaxud da mehriban sözünü, sevil sözünü və yaxud da arzu sözlərini sənə
dənə verib deyirlər ki, bunlar amonimdir. Şagird də bir mənasını alim sözünü tutaq ki, hər hansı bir dissertasiya müdafiə edən insan və yaxud da alim sözünü bir adam adı mənasında düşünür, bunu amonim kimi götürür, amma nə eləyir? Səhv bir fikir eləyir. Sakit də, mehriban da, sevil də, yəni ki, xüsusi isimlə nə elə bilməz uşaqlar? Amonim ola bilməz. Ondan sonra nələr amonim ola bilmir? Daha sonra başlanğıc formaları fərqli olan sözlər amonim ola bilməz. Tutaq ki, baxın uşaqlar, yara sözü ən məşhur sözlərdən biri yara sözüdür. Yara sözü də özü 4 mövqedə işlənən sözlərdən biridir. Məsələn, yara, tutaq ki, əlimdə qanadı. 2. Yara yox, kaş odunları yara odunları yara. Əsas burada yara sözünü görməyinizdir. 3. Daha sonra yara məktub yazdım. 4. Cəmaatın işinə yara. İşə yaramaqda. İşə yara. Aha. Gələk uşaqlar, nəyə? İndi bunları köyfə şəkilçiyə ayıraq. Bax, əlimdə yara qanadı deyəndə, yar sözün kökü olacaq və an olacaq leksik şəkilçi. Yardan yara əmələ gəlir. Bir yara yarılır əvvəlcə, ondan yara əmələ gəlir. Kaş odunları yara deyəndə isə yar sözün kökü olacaq, an olacaq qrammatik şəkilçi. Yəni arzu şəklidir. Mən feilləri köyfə şəkilçiyə ayıranda sizə demişdim ki, əgər görürsünüz ki, feilləri köyfə şəkilçiyə ayıra bilmirsiniz, onda feilə bir dənə inkar şəkilçisi artırın. Bax, yar, ma, ya. Aha, gördünüz yar sözündən ma, ya. Gördünüz ma şəkilçisindən bu tərəfdə olanlar leksik olacaq. Əgər şəkilçi varsa, bu tərəfdə olanlar isə sağ tərəfdə olanlar isə nə olacaq? Qrammatik şəkilçi olacaq. İndi görürsüz ma'dan bu tərəfdə, yəni sağ tərəfdədir. Nə olacaq? Qrammatik şəkilçi olacaq. Yara məktub yazdım deyəndə isə yar sözün kökü a yönlü kar şəkilçisidir. İşə yaramaq deyəndə isə yar sözün kökü, yara sözün kökü elə yara da başlanğıc forması olur. İndi biz amonimlərdə nəyə baxırdıq daha çox? Başlanğıc formalarına təbii ki baxırdıq da. Və başlanğıc formasına baxarkən görürük ki, yaranın başlanğıc forması adır. Bunun başlanğıc forması yardır və bunun da üçün də başlanğıc forması yardır, digərinin isə yaradır. Elə, aha, baxaq uşaqlar. Baxın, başlanğıc formaları eyni olan sözlər 1 və 4'dür. Başlanğıc forması eyni olan sözlər isə burada 2 və 3'dür. İndi 1 və 4'ə baxaq. Görək, başlanğıc forması eyni olsa da mənaları fərqlidirmi? Baxın, yara əlimdə qanadı deyəndə yaradır da söz. Elə, aha, bir də deyirəm ki, işə yara. Görürsən, bunların yazılışları eyni oldu. Tələffüzləri eyni oldu. Vurğuları eyni oldu. Amma mənaları fərqli oldu mu? Bəli. Digərlərini isə görürsünüz, bax bunun başlanğıc forması yardır və bunun da başlanğıc forması yardır. Eyni zamanda fərqli müxtəlif mənaları ifadə etdiyi üçün deməli nədir? Bunlar da amonim oldu. Yəni burada 1 və 4 bir-biri ilə amonimdir. Aha, 2 və 3 isə bir-biri ilə amonimdir. Sən 1 və 2-ni və yaxud da 1 və 3-ü, 2 və 4-ü, 3 və 4-ü bir-biri ilə amonim götürə bilməzsən. Eləmi? Bəli. Aha, daha sonra uşaqlar bunlara qeyd edirəm ki, bu zaman bunlara amoformlar, yəni başlanğıc formasına görə fərqlənən sözlər deyirlər. 3. Uşaqlar nələr amonim ola bilməz? Bəzən şagirdlər belə bir sual mənə gətirib verirlər ki, ay müəllim, tutaq ki, bir mənası köhnəlmiş söz olan və yaxud da bir mənası köhnəlmiş söz olub, bir mənası isə hal-hazırda ümumiləşmiş söz olan. Məsələn, tutaq ki, ayaq sözünü gətirib mənə sual verirlər ki, ay müəllim, bu amonim ola bilərmi? Uşaqlar, xeyr təbii ki. Bir mənası köhnəlmiş söz olub da, bir mənası ümumiləşmiş olan sözlər, bu tip sözlərə məsələn ayaq sözünü göstərmək olar, arı sözünü də göstərmək olar. Məsələn, arı keçmişdə təmiz mənasını ifadə eləyirdi. Hal-hazırda isə indi həşərat mənasını ifadə elədiyinə görə nə deyil? Amonim deyil. Yəni bir mənası köhnəlmiş söz olub, ikinci mənası deməli ümumiləşmiş mənasını ifadə edən sözlər amonimlər ola bilməz. Aha, daha sonra uşaqlar bir də vurğusuna görə fərqlənən sözlər var ki, vurğusuna görə fərqlənən sözlər də amonim ola bilməzlər. Vurğusuna görə fərqlənən sözlərlə bağlı sizə belə bir sual verə bilərlər. Tutaq ki, deyə bilərlər ki, yazılışı və deyilişi eyni olan, lakin amonim olmayan, müxtəlif mənalı, müxtəlif nitq hissəsinə mənsub olan sözləri seçin.
Bax, bir də təkrar edirəm. Yazılışı və deyilişi eyni olan, lakin amonim olmayan, müxtəlif nitq hissəsinə mənsub olan sözləri seçin və sizə gətirib belə bir sözlər verəcəklər. Bir, qocalar sözünü verəcəklər. Daha sonra 2, almadan sözünü verəcəklər. 3, tutaq ki, qaçaraq sözünü verəcəklər. Qaçaraq sözünü, qocalar sözünü və almadan sözünü verəcəklər uşaqlar. Baxırıq indi. Bu şəkildə sizə bunu belə deyirlərsə, bunun bir dənə qısa forması bilirsiniz nədir? Vurğusuna görə mənası dəyişən sözləri avtomatik çıxardırıq. Yəni 2 və 3-ü çıxardırıq. Baxaq görək uşaqlar. Baxın, qocalar sözünü sən 2 mövqedə düşünə bilərsən. Okey. Qoca sözün kökü lar nə olacaq? Cəm şəkilçisi. Bir də sən bunu qocalar kimi düşünsən, qoca sözündən qocal və ar şəkilçisi kimi. Almadan sözünü alma ismindən meyvə mənasında dan çıxışlı xal şəkilçisi. Almadan. Al sözün kökü olacaq, madan isə nə olacaq? Feili bağlama şəkilçisi olacaq. Qaçaraq sözü. Qaçaraq, qaç sözündən qaçaraq olacaq. Bir də qaçaraq. Qaç sözündən qaçaraq olacaq. Bu da qrammatik şəkilçisi kimi olacaq. Bu da qrammatik şəkilçisi kimi təsəvvür eləsək bunu. Bax, yadınızda saxlayın ki, uşaqlar. Araq şəkilçisi həm zərf düzəldən şəkilçisidir, həmçinin nə şəkilçisidir? Feili bağlama şəkilçisidir. Feili bağlama şəkilçisi olanda vurğu anın üzərinə düşəcək. Yəni bunun ikinci tərəfi vurğu qəbul eləməyəcək. Amma zərf düzəldən şəkilçisi mövqeyində işləndikdə isə bunun ikinci tərəfi vurğu qəbul eləyəcək. Bax, gördünüz, vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bax, qaçaraq gəldi. Yəni cəld mənasında. Bir də deyirəm ki, uşaq qaçaraq gəldi. Burada nə eləyəcək? Vurğu anın üzərinə düşəcək. Yəni ikinci anın üzərinə düşəcək. Ondan sonra almadan sözündə demişdik ki, çıxışlı xal şəkilçisi vurğu qəbul eləyir. Yəni almadan sözündə almadan, armuddan mənasında çıxışlı xal şəkilçisidir və vurğu danın üzərinə düşür. Almadan sözündə isə madan şəkilçisi vurğu qəbul etmədiyi üçün özündən bir vahid əvvələ atacaq vurğunu və almadan olacaq. Tutaq ki, deyirəm ki, meyvələri almadan evə gəlməyin mənasında, deməli, vurğu birinci hecanın üzərinə düşəcək. Qocalar sözündə isə, bax, demişdik ki, lar şəkilçisi vurğu qəbul eləyə bilir. Bax, qocalar, vurğu anın üzərinə düşdü. Bir də, qocalar, nə edər mənasında ifadə eləyərsə, vurğu deməli zaman şəkilçisinin üzərinə düşəcək. Zaman şəkilçisi də vurğu qəbul eləyir. Görürsünüz uşaqlar, burada hər ikisində vurğu eyni hecanın üzərinə düşdü. Yəni ikisində də sonuncu anın üzərinə düşdü. Eləmi? Amma almadan sözündə vurğu birində danın üzərinə düşdü, digərində isə anın üzərinə düşdü. Və yaxud da qaçaraq da birində üçüncü anın üzərinə düşdü, digərində isə ikinci anın üzərinə düşdü. Elə lap yaxşı. Gördünüz? Deməli, vurğusu dəyişməklə mənası dəyişən sözləri avtomatik biz nə eləyəcəyik? Buradan çıxaracaq. Deməli, cavabımız bizim nə olacaq? 1 olacaq. Bax, yenə təkrar edirəm. Testlərə də tez düşən sözlərdir. Qəbula da sala bilərlər. Bunları bilmək olmaz. Yazılışı və deyilişi eyni olan, lakin amonim olmayan, müxtəlif nitq hissəsinə mənsub olan sözləri seçin deyəndə vurğusuna görə mənası dəyişən sözləri siz kənara qoyacaqsınız. Deməli, cavabımız nə olacaq? Burada bir dənə qocalar sözü olacaq. Bundan əlavə uşaqlar, vurğusuna görə mənası dəyişən sözlər amonim ola bilməz. Məsələn, belə bir sual verə bilərlər. Gəlin sözü var, daha sonra əkin var, səpin var, daha sonra barı var, yalnız var. Bu kimi sözlər vurğusuna görə mənası dəyişən sözlərdir. Barı sözü ən çox çaşdırılan məqamlardan biridir. Testlərə də düşürməyən qədər, məsələn, tutaq ki, deyirəm ki, bir ədat mövqeyindədir, ədat, digəri isə nədir? Hasar mənasında, yəni isim kimi. Daha sonra yalnız sözü bir ədat mövqeyindədir. Bir dənəsi də deməli nədir? Sifət mənasında, tutaq ki, yalnız adam mənasında vurğu birində ının üzərinə düşəcək, birində anın üzərinə, barıda ədat mövqeyi olanda anın üzərinə düşür, hasar mövqeyində işlənəndə isə ının üzərinə düşəcək. Gördünüz, vurğusu dəyişməklə mənası dəyişən sözdürsə, deməli, nə eləməyəcək? Amonim olmayacaq. Gəlin sözündə isə biz demişdik ki, əmr şəkili ikinci şəxsin cəmində vurğu qəbul eləmir. Tutaq ki, gəlin, məktəbə gəlin deyəndə əmr şəklində işlənmiş bir söz olur və vurğu ənin üzərinə düşür. Gəl sözün kökü olacaq, nə eləyəcək? Qrammatik şəkilçi olacaq. Qız gəlin mövqeyində isə, mənasında isə sözün kökü gəlin olacaq və vurğu inin üzərinə düşəcək. Deməli, bu halda bu amonim ola bilərmi? Təbii ki,
Və yaxud da əkin sözünə gələk. Əkin sözü də in leksik şəkilçi mövqeyində işləndikdə, isim şəkilçisi düzəldən şəkilçi mövqeyində işləndikdə əkin olacaq. Əkin səpin mənasında, deməli, vurğu nəyin üzərinə düşəcək? İnin üzərinə düşəcək. Səpində isə isim mövqeyində işləndikdə yenidən inin üzərinə düşəcək. Amma səpin, əkin mənasında isə vurğu əmr şəklində işlənəndə ələrin üzərinə düşəcəkdir. Bu halda nə eləyəcək? Deməli, vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim ola bilməyəcək. Aha. Bundan başqa nələri misal göstərmək olar? Uşaqlar, yadınızda saxlayın ki, amonimlər eyni nitq hissəsinə mənsub ola bilər, həm də müxtəlif nitq hissəsinə mənsub ola bilər. Çoxmənalı sözlərdən bunu fərqləndirən əsas cəhətlərdən biri də elə budur. Bu mövqeyidir ki, çoxmənalı sözlər yalnız eyni nitq hissəsinə mənsub ola bilir. Amma amonimlər isə nə edəcək? Amonimlər müxtəlif nitq hissəsinə mənsub ola bilər. Məsələn, tutaq ki, mən deyirəm qat sözü. Qat sözünü sən bir qat, lay mənasında, tutaq ki, birinci qat, ikinci qat mənasında isim kimi düşünə bilərsən, bir də deməli nə kimi düşünə bilərsən? Feil kimi düşünə bilərsən. Və bu mənalarda müxtəlif hissəsinə mənsub olsa da nə olacaq bunlar? Bunlar amonim ola biləcək. Amma bu sözü sən isim və feil kimi işlədib də çox mənalı söz kimi və yaxud da sinonim, antonim sözlər kimi düşünə bilməzsən. Və yaxud da top sözünü götürək uşaqlar. Top sözündə deməli bir mənası oynadığımız 22 nəfərin arxasınca düşdüyü top mənasında, bir də top silah mənasında işlənsə belə, yenə də nə eləyəcək? Eyni hissəsinə mənsub olsa da bu amonim ola bilər. Ümidvaram ki, bunları müəyyən qədər başa düşdük. Elə və ümidvaram ki, çox da elə bir şey qalmadı burada. Gələk indi uşaqlar nəyə? Hədəf kitabında müəyyən qədər sözlər var ki, bir dəqiqə görək o sözləri biz tapa bildikmi? Elə bax, məsələn, burada müəyyən qədər sözlər var idi. Görək, harada da sözlər? Şəkillərə baxaq. Bax, görürsünüz, boks sözü. Boks sözü elə bunu elə TikTokdan baxanda görmüşəm. Boks sözü bir əlcək döyüş, boks sözü xəstəxanada xüsusi otaq, boks telefon kabeli, xəfə isti hava bürkü mənasında, xəfə gizli xəlvət yer mənasında, məs dərindən yüngül materialdan tikilən ayaqqabı, bir də məst olmaq, sərxoş olmaq mənasını ifadə edə bilər. Lazım olar deyə saxlamışdım, sizə atmaq mənasında məqsədi ilə saxlamışdım. Uşaqlar, bax, yadınızda saxlayın ki, testlərə düşən əksər sözlər, istər güvən olsun, istər nə bilim dim testləri olsun, əksər testlər, yəni sınamışam, mən illərdir bu işin içindəyəm, yəni ki, birinci dəfə deyil uşaq hazırladığım və yaxud da bu işlərlə məşğul olduğum illərlə yəni sınamışam, testlərə düşən, qəbula düşən əksər sözlər elə bunlardır. Bunları yəni bilirsənsə, demək olar testlərdə olan hardasa bir 70% amonimləri tapa bilərsən. Gələk indi bunların hər birinin mənasına dərindən bələd olaq. Ondan sonra nə edək? Amonimləri belə əlimizi ürəyimizin üzərinə qoyaraq tapaq. Ağıl sözü. Ağıl sözü nə mənasını ifadə edə bilər? Ağıl sözü yadınızda saxlayın uşaqlar. Bir insanın ağlı mənasında olan ağıldır. Bir də nə mənanı ifadə edə bilər? Tutaq ki, ağıl sözü hər hansı bir malı, heyvanı, qoyunu, quzunu, malqaranı salmaq üçün bir ağıldır. Yəni bir yer mənasında istifadə oluna bilər. Ağrı sözü, ağrı qəbula düşmüş bir sözdür. Ağrı sözü bir isim mənasında, ağrı ismi mənasında, bir də ağrı, neyt, ağrı mənasında feil kimi düşünülə bilər. Dəf sözü bir dəf etmək mənasını ifadə edə bilər. Bir də dəf çalğı aləti kimi istifadə oluna bilər. Cır sözü uşaqlar balaca mənasını, tutaq ki, cır alma, vəhşi alma meşələrdə bitirik, cır gavalı, cır alma mənasını ifadə edə bilər. Bir də təbii ki, cırmaq mənasını ifadə edən sözlərdən biridir. Zindan sözü bir zindan, dustaqxana, türmə mənasını ifadə edən sözdür. Bir də zindan ağır bir dəmirdir ki, onun üzərinə qoyaraq müxtəlif dəmirləri üzərində döyəcləyirlər. Bu ən çox dəmirçilərə lazım olan bir alətdir. Yad sözü bir insanın yaddaşı mənasında, bir də yad sifət mənasında istifadə oluna bilər. Yara sözünü bayaq dedik. Yəqin ki, çox güman ki, bir daha izaha ehtiyac qalmaz. Tala sözü də testə düşən sözlərdən biridir. Dim test toplusunda səhv eləmirəmsə 3-cü suala düşmüş sualdır. Tala sözünü bir meşədə açıq ərazi mənasında, bir də deməli nə mənasında istifadə oluna bilər? Talamaq. Tutaq ki, 1222-ci illərdə Monqollar Azərbaycana hücum edir və Azərbaycanın bir çox şəhərini talayaraq viran qoymuşlar. Aşıq sözü bir saz çalan mənasını ifadə edən sözlərimizdən biridir. Bir də aşıq uşaqlar sövüş mənasını ifadə edən sözdür. Qaz sözünün də
3 dənə mənası var. 1. Yeməmisən qaz ətini, görməmisən ləzzətini. Qaz heyvan mənasında, quş mənasında istifadə olunan bir sözdür. 2. Qaz yandırdığımız qaz mənasında istifadə olunan bir sözdür. 3. Qaz yer qazmaq mənasında istifadə olunan bir amonimlərimizdən biridir. Qır sözü. Qır sözü isə uşaqlar bir neftdən hazırlanan xüsusi maddə, yapışqan maddəsini ifadə edən bir sözdür. Qır sözü də bir də boşqabları qırmaq, məsələn hər hansı bir əşyanı qırmaq mənasında feil kimi istifadə olunan bir sözdür. Don sözü. Don sözü bir geyinmək mənasında, digəri isə feil mənasında. Don, don mənasında istifadə olunan amonimlərdən biridir. Balaq sözü. Balaq sözü uşaqlar bir camışın balası mənasında istifadə olunur. Digəri isə şalvarın balağı, yəni o aşağı hissəni ifadə edən sözdür. Qurd sözü bir yerdə tutaq ki, soxulca mənasında, görürsüz qurd mənasında, sürünən mənasındadır. Bir dənə qurd da isə canavar mənasını ifadə eləyir. Boylu, üzr istəyirəm ifadəmə görə bir hamilə, iki canlı mənasını ifadə edən sözdür. Bir də boylu buxunlu mənasını. Boğaz bir dənizdə səhv eləmirəmsə o quru və sulu ərazini bitişdirən bir ərazi kimi boğaz bir coğrafi termin kimi istifadə olunur. Həmçinin nə olur? Həmçinin də boğaz insanın boğazı mənasında istifadə oluna bilər. Qol sözü uşaqlar. Qol bir tutaq ki, imza mənasında istifadə olunan qol mənasında, bir də qol insanın qolu mənasında, digər qol isə Ronaldo'nun, Messi'nin qapıya vurduğu qol mənasında. Lil bir mənası ondan ibarətdir ki, bu görürsüz hər hansı bir deyirləri suda lil əmələ gəlibdir. Yəni torpaq suda o qədər qalır ki, lil olur. Və yaxud da lilin digər mənası isə uşaqlar o zamanlar belə bir maddə idi. Göy rəng, bəlkə indi də var o maddə. Suya qatırdın, daha sonra paltarı onun içinə qoyurdun, paltar elə mavi rəngə boyanırdı. Bax o maddə. Yəqin ki, indi qızlar bunu məndən yaxşı bilərlər, amma o vaxt yadıma gəlir ki, eləyirdilər, bizdə də eləyirdilər. Cavanlıq. Dolu. Dolu sözü deməli bir dolu. Tutaq ki, coğrafi oxuyanlar yaxşı bilər. O soyuq hava ilə isti havanın birləşməsi nəticəsində buz göydən yağan buz mənasında o dolu mənasını ifadə eləyir. Bir də dolu qam mənasında və yaxud da ay bir planet mənasında, bir də yanvar fevral mənasında. Daha sonra yel sözü isə bir yel xəstəliyi mənasındadır. Digər yel isə yel külək mənasındadır. Bir yel xəstəliyi, yəni revmatizma mənasını ifadə eləyir. Dil sözü bir Azərbaycan dili mənasında, bir də ağzımızda olan dil mənasında. Bel sözü bir də dil sözü onu deyim ki, ürək mənasında ifadə edən bir söz ola bilər uşaqlar. Məsələn, Məhəmməd Füzulinin belə bir qəzəli var. Canı canan diləmiş, verməmək olmaz. Ey dil, nə zina eləyəlim, on nə sənindir, nə mənim. Yəni canı canan diləyibdir, verməmək olmaz. Ey dil, yəni ey ürək. Bel sözü uşaqlar bir tutaq ki, lapatka mənasında o yer qazırıq, bel mənasında ucu biz olan alət mənasındadır. Bir dənə də bel nədir? İnsanın beli mənasında. Bir də məsələn sizə belə bir sual verə bilərlər. Bir də tutaq ki, bel tutaq ki, yeri qazır. Bir də dağın beli. Dağın beli mənasında. Görürsünüz, bir mənası məcazi mənadadır. Amma bir mənası həqiqi mənadadır. Eləmi uşaqlar? Amma görürsünüz, bu bel fərqlənir təbii ki. Bu bel həqiqətən o ucu miz olan dəmir mənasında. Dağın belində isə insanın belinin bir növ nə idi? Məcazi mənasıdır. Bax, bu halda da verə bilsələr, testdə indi düşə bilər də bunları bilmək olmur. Testdə versələr, bu halda sən bunları amonim götürə bilərsən. Görürsən, mənaları fərqlidirsə, amonim götürə bilərik. Çən sözü bir duman çən mənasında, bir də çən sözü nə olur? Bak mənasında, tutaq ki, çən doldu mənasında, su dolan qab mənasında istifadə oluna bilər. Şiş sözü bir şişmək sözü kimi nə etmək? Şişmək. Daha sonra şiş hər hansı bir şişdir, dəridə üzdə çıxan şiş mənasını ifadə edə bilər. Bir də şiş nəyi ifadə edə bilər? Kabab filan çəkirik, ucu biz şiş mənasını ifadə eləyə bilər. O kababları filan qoymaq üçün. Daha sonra üst sözü bir üzmək sözünü ifadə eləyə bilər. Üst sözü üzmək. Yəni ki, üzmək feilini ifadə eləyə bilər. Məsələn, tutaq ki, deyirəm ki, ağacdan almanı üzdüm, yəni qopardım mənasında. Və yaxud da üzmək, çinmək mənasında ifadə oluna bilər. Tut sözü bir qaçlı tutdu oynamaq mənasında, bir də tut meyvə mənasını ifadə eləyir. Qat sözü bir qat-qat mənasını ifadə eləməklə, bir də qat sözü qatmaq mənasını ifadə eləyir. Qurum sözü bir qurum təşkilat mənasını ifadə eləyə bilər. Qurum sözü bir də
bu hörümçəyin filan toru oluruq. Bax onu ifadə eləyə bilər. Aha, ləpə. Ləpə nədir? Bir indi qabaqdan bayram gəlir də. Bayramda qoz fındıq ləpələmək, o ləpəni nəzərdə tutmaq olar. Bir də dənizin ləpəsini. Ox sözü. Ox sözünü uşaqlar bir nida kimi işlədə bilərik. Bax məsələn tutaq ki, kimisə hər hansı bir istəmədiyin adamın başına bir iş gəlir də. Uşaq vaxtı biz deyirik, ox deyir canıma dəysin. O mənanı ifadə eləyə bilər. Yəni ki, bir o ləzzət mənasını, nidasını ifadə eləyə bilər. Bir də ox atdığımız ox mənasında istifadə oluna bilər. Yəni silah növü kimi ox olan, silah növündəki oxu ox kimi işlənə bilər. Ov sözü bir vəhşi heyvanların vurulması üçün istifadə olunan ov, bir də ov sözü nə kimi istifadə oluna bilər? Ovmaq feili kimi istifadə oluna bilər. Çay, bir içdiyimiz çay, bir də çöldən axan çay mənasında. Bənd bir ədəbiyyatda olan termin kimi istifadə oluna bilər. Bir də bənd çəkmək, yəni tikili çəkmək deyilərik, çayın qabağına bənd çəkildi, hasar çəkildi mənasını istifadə oluna bilər. Qoşma sözü bir dilçilikdə olan qoşma, bir də ədəbiyyatda janr baxımından qoşmanı misal göstərmək olar. Daha sonra köç sözü uşaqlar. Köç sözü də amonim sözlərdən biridir. Köç sözü tutaq ki, bir köçmək feilidir. Bir də köç sözünü tutaq ki, tərəkəmə həyatı yaşayan insanlar var da, tutaq ki, yazda deməli dağa qalxırlar, yayda da deməli yayda deməli dağa qalxırlar, qışda da arana gedirlər da. Onlar da köç həyat tərzi yaşayırlar da. Bax onu göstərmək olar. Kürək sözü bir qarı yığmaq üçün istifadə olunan, qarı yol açmaq məqsədi ilə istifadə olunan kürək alət mənasında, bir də insanın kürəyi mənasında. Kütlə bir cəmaət mənasında istifadə oluna bilər. Bir də ki, nə mənada istifadə oluna bilər? Çəki mənasında. Aşıq sözünü bayaq dedik. Ayrı sözü bir qoşma mənasında ifadə oluna bilər. Bir də sifət mənasında. Məsələn, tutaq ki, səndən ayrı deyəndə bu qoşma mənasında istifadə olunur. Amma ayrı adam deyəndə hansı adam? Ayrı adam mənasında sifət kimi də amonim ola bilər. Az sözü bir say mənasında, bir də feil mənasında. Yadınızda saxlayın ki, belə bir əlavə bir qeyd də eləyin ki, çox sözüdür, az sözüdür və yaxud da çoxdur, azdır, gözəldir. Aha, gözəldir, yaxşıdır. Bu kimi sözlər uşaqlar. Bax, bu çox sözüdür, az sözüdür, yaxşı sözüdür. Yaxşı. Yaxşı sözdür. Bunlar amonim ola bilən sözlərdir. Amma nə mənalarda amonim olurlar? Tutaq ki, bir mənası ədat olub, bir mənası say olan və yaxud da bir mənası zərf olub, bir mənası ədat olan, bir mənası feil olan və yaxud da bir mənası say olan. Amma yaxşı sözdə bir mənası tutaq ki, modal söz olub, bir mənası sifət olsa və yaxud da zərf olsa amonim ola bilər. Bax, bu mənalarda amonim ola bilər. Buna heç bir şey demirəm, okey. Amma çox sözü, az sözü, bunlar uşaqlar, bax, zərfdə ola bilər. Həmçinin say da ola bilər. Zərf və say olarkən və yaxud da gözəl sözdə gözəl danışmaq və yaxud da gözəl adam mənasında zərf və say olarkən bu kimi ortaq sözlər amonim ola bilməyəcəklər. Bildiniz? Deməli, çox sözü özü ayrılıqda amonim ola bilər. Az sözü amonim ola bilər. Yaxşı sözü amonim ola bilər. Gözəl sözü ola bilməz o heç. Yəni, bunu indi ortaq söz kimi yazmışdım. Bunlar amonim ola bilər. Amma sifət və zərf mövqeyində bunlar amonim ola bilərmi? Təbii ki, xeyr. Amonim ola bilməzlər. Az sözü bir azmaq feili mənasında, bir də az sayı mənasında və yaxud da zərfi mənasında amonim ola bilər. Daşmaq sözü bir daş, tutaq ki, çay daşdı, evləri su apardı mənasında nə eləyər? Amonim ola bilər. Bir də daş yerdə olan daş mənasında. Düz sözü, uşaqlar, düz sözü və tək sözü. Deməli, dilimizdə olan yeganə sözlərdən biridir ki, 5 dənə nitq hissəsini təşkil edir bu sözlər. Məsələn, düz sözünü bir sən feil kimi, məsələn, deyirəm ki, get kitabları düz və yaxud da isim kimi çayları, düzləri, çölləri gəzdim, gəldim və yaxud da düz gəldi yanında əylədi, ədat mövqeyində, düz danışmaq, zərf mövqeyində, düz adam, sifət mövqeyində və yaxud da elə tək sözünün özünü də, bax, yerin təki mənasında isim kimi düşünülə bilər bu söz. Bundan başqa, tək adam mənasında sifətdir, tək danışmaq mənasında zərfdir. Məsələn, tutaq ki, oğlum tək,
oğlum tək sevmişdim səni. Bax görürsən bu mənada qoşma mövqeyində işlənilə bilər. Bundan əlavə tək sən gələsən, təki sən gələsən mənasında ifadə olunan ədat mövqeyində kimi, yəni 5 dənə nitq hissəsi kimi düşünülə bilər. Dilimizdə olan demək olar 5 dənə nitq hissəsi, bir təkdir, bir dənə də düzdür. Bu kimi sözləri göstərmək olar. Din sözü bir dinmək, danışmaq mənasını ifadə edən bir sözdür. Bir də İslam, Xristian dinlərini misal göstərmək olar. Divan sözü uşaqlar bir ədəbiyyatşünaslıqda termin kimi. Məsələn, ilk divanımız kimə məxsusdur? Qətran Təbrizinin divanı ədəbiyyatda olan termin kimi. Bir də divan ayağımızın üstünə qoyub uzatdığımız, yatdığımız divan mənasında. Yağ sözü bir yağmaq feili mənasında. Bir də yağ, məsələn, möcüzə yağı, ankor kərə yağlarını misal göstərmək olar. Bu arada onlar da pulsuz reklamını elədik. Salamlar bizdən. Aha, biz sözü. Biz sözü uşaqlar. Ucu biz mənasında ifadə oluna bilər. Biz sözü deməli bir də əvəzlik mövqeyində. Biz sözü bir də ayaqqabı tikmək üçün biz bu mənada da istifadə oluna bilər. Ondan sonra bağ sözü. Bağ bir ayaqqabı bağladığımız bağ mənasında, bir də bağ-bağça mənasında, dağ qəlbimizə çəkilən dağ mənasında, bir də dağ nə mənada? Tutaq ki, Everest dağı 8848 metr hündürlüyündə olan Everest dağını misal göstərmək ola bilər. Var bir predikativ xəbər mövqeyində istifadə olunur, bir də var dövlət mənasında istifadə oluna bilər. Daha sonra en sözü bir enmək feili kimi, bir də en uzun mənasında istifadə oluna bilər. Əqrəb bir adamı sancan əqrəb mənasında, bir də əqrəb bir də əqrəb nə olacaq? Sadın əqrəbi mövzusunda sadın əqrəbi kimi istifadə oluna bilər. Uçmaq sözü. Uçmaq sözü bir uçmaq, dağılmaq mənasında, bir də uçmaq nədir? Uçmaq sözü bir də uçmaq, dağılmaq mənasıdır. Bir də deməli nə olur? Bir də uçmaq, qanad açıb uçmaq mənasında. Saç sözü uşaqlar bir saç, insanın saçı mənasında, bir də saç nə mövqeydə işlənir? Günəş tutaq ki, işığını ətrafa saçdı mənasında, səpələdi mənasında. Bar sözü uşaqlar 4-5 dənə mövqeydə istifadə oluna bilər. Bax, bir bar mürəbbənin ağzında ki, görürsünüz o qışda açanda görürsünüz mürəbbənin ağzında bir bar əmələ gəlir. Bir o mənada istifadə oluna bilər. 2. Şkafın gözləri mənasında istifadə oluna bilər. Ona da bar deyirlər. 3. Bir meyvənin verdiyi, ağacın verdiyi bar mənasındadır. 4 isə nə mənadadır? 4 isə bar tutaq ki 4 restoran mənasını, tutaq ki, klub mənasını ifadə edən bir sözdür. Bal sözü, tutaq ki, bir xal mənasında 1 bal, 2 bal, 3 bal mənasını ifadə eləyir. Ondan sonra bal sözü nə mənanı ifadə eləyəcək? Bir də yediyimiz arada olan bal mənasında. Tək sözünü bayaq izah elədim. İnci sözü bir qiymətli daşqaş mənasında isim kimi, bir də incimək feili kimi istifadə oluna bilər. Mürəkkəb sözü bir mürəkkəb çətin mənasını ifadə eləyir sifət kimi, digər mənası isə isim kimi. Yəni ki, o qələmlərin içərisində olan mürəkkəb kimi. Qan sözü bir damarda axan qan mənasında, digəri isə qanmaq feili kimi. Yaş sözü bir nəm mənasında, bir də insanın yaşı mənasında. Topu bayaq izah elədik. Bit sözü uşaqlar bir bit birə mənasında ifadə oluna bilər bu söz. Bitmək mənasını ifadə eləyə bilər. Bir də bit tutaq ki, deyirəm ki, taxıl bitdi. Bax, bu mənanı ifadə eləyə bilər. İt sözü bir heyvan mənasında, bir də nədir? İtmək feili kimi. Min sözü say kimi və feil kimi. Qarış sözü bir tutaq ki, baş barmağımız və çəçələ barmağımızın ucu arasında bir qarış deyirik də, qarış o ola bilər. Bir də qarışmaq feili kimi. An sözü vaxt zaman mənasında, bir də anmaq feili kimi. Mən tutaq ki, keçmişi anıram mənasında. Çağ sözü bir vaxt zaman mənasında, bir də çağ yenilik mənasında ifadə oluna bilər. Yəni ki, kefi kök mənasında ifadə oluna bilər. Çal sözü bir çal saçlar, saçlar mənasını ifadə eləyir. Digər mənası isə nədir? Çalmaq, oynamaq mənasında. Sap sözü bir tutaq ki, belin sapı, kürəyin sapı mənasını ifadə eləyən sözdür. Bir də sap pambıq liflərindən hazırlanmış bir sözdür. Və yaxud da rəng sözü. Bir rəng musiqidə olan rəngdir. Bir də rəng ağ rəng, qara rəng mənasında. Qat sözünü bir qat, bu qatdır mı?
Elə yaxşı görmürəm. Hə, qat olar da yəqin ki. Hə, qat sözü uşaqlar. Bir qat var ki, lay mənasını ifadə eləyir. Bir də qatmaq feili kimi. Əsər sözü uşaqlar. Əsər sözü həm amonim ola bilər, həmçinin amonim ola bilməz. Bunun timsalında bir çox sözlər var. Qoyun da bunları silim və deyim. Bunun timsalında olan sözlərdən biri əsər sözü ola bilər, alın sözü ola bilər, qoyun sözü ola bilər, düyün sözü ola bilər. Aha, əsər, daha sonra alın, qoyun, bir də düyün. Aha, bu sözlər həm amonim ola bilər, həm də amonim ola bilməz. Əsər sözü, əsər sözü. Külək əsər mənasında görürsüz. Külək əs, bax, məz. Bax, madan bu tərəfə olanda nə olacaq? Qrammatik olacaq. Deməli, kök və şəkilçi. Qrammatik şəkildən ibarət olur. Əsər əlamət mənasında. Tutaq ki, deyirəm ki, filan kəsdən əsər qalmayıbdı artıq. Aha, bu mənada istifadə olunur. Və yaxud da roman mənasında, povest mənasında əsər bu mənada istifadə oluna bilər. İndi başlanğıc formalarına baxırıq. Görürsüz, bunun başlanğıc forması əsdir, bunların başlanğıc forması isə əsərdir. Deməli, bunlar bir-biri ilə amonim oldu mu? Bəli. Amma həmçinin bax bu bundan amonim ola bilərmi? Xeyr, təbii ki. Alın sözü uşaqlar. Bax bir insanın alını mənasında. Bir də tutaq ki, deyirəm, bazardan nar alındı. Alın. Deməli, al sözündən alın. Leksik şəkilci kimi, məchul növ olan şəkilci, məchul növün şəkilci kimi. Bir də deyirəm ki, tutaq ki, alınmaq feili kimi, əmr şəklində olan feili. Deyirəm ki, bazardan tutaq ki, almaq, alın bu dəfə deyirəm. Aha, əmr şəklində olan feil kimi işlənsə, al sözün kökü olacaq, ın qrammatik şəkilçisi olacaq və vurğusu da bura düşəcək. Görürsüz, bunun başlanğıc forması belədir, bunun başlanğıc forması belədir, bunun başlanğıc forması isə aldır. Deməli, bunlar bir-biri ilə amonim olacaqmı? Bəli. Qoyun sözü də bir qoyun heyvan mənasında, qoyun sözü bir qucaq mənasında, qoyun mənasında, bir də tutaq ki, qoyun. Tutaq ki, kitabları yerinə qoyun. Əmr şəklində işlətsəm, vurğu bura düşəcək və bunun başlanğıc forması bura olsa da, bunun başlanğıc forması isə qoy olacaq. Elə, deməli bu amonim olmayacaq, amma bunlar bir-biri ilə amonim olacaq. Düyün sözü. Bax, düyün sözündə düy sözündə düyün əmələ gələcək. Yəni düyün, vururuq düyün, ilmək mənasında. O mənasında düşünülə bilər. Daha sonra düyün, toy düyün mənasında bizdə də var o söz. Türklərdə də var, bizdə də var. Döyündür, düyündür bu. Aha, toy düyün mənasında bu şəkildə olacaq. Bir də tutaq ki, deyirəm ki, ipləri düyün mənasında. Əmr şəklində işlənərkən düyün. Düy sözün kökü olacaq, ün qrammatik şəkilçisi olacaq və bunun başlanğıc forması buradır. Amma görürsüz, bunun başlanğıc formaları bura olduğuna görə, deməli, əsərdir, alındır, qoyundur, düyündür. Bunlar nə olacaq? Həm amonim ola bilər, həmçinin amonim ola bilməz. Aha, deməli, harada qalmışdıq? Mənə elə gəlir ki, əsər sözündə qalmışdıq, izah elədik. Bulut sözü bir qabağımıza qoyulan boşqab mənasında, bir də göydə olan bulut mənasındadır. Şor bir duzlu mənasında, şor su mənasında, bir də şor yediyimiz, kilosu 1 manata aldığımız şor mənasında. Gen sözü, deməli gen, biri var gen, nəsil kök mənasında ifadə oluna bilər. Bir də gen, deməli enli mənasını ifadə edir, sifətdir. Daha sonra buradakı nədir? Sal. Uşaqlar, sal, məsələn, bir suyun üzərində gedən sal mənasını ifadə edir. Toxtadan düzəldilmiş xüsusi qayıq formasında olan bir alət mövqeyində. Bir də deməli, nə ola bilər? Bir də sal, nəyisə sallamaq mənasında. Tutaq ki, deyirəm ki, sümüyüm çıxıbdı, sümüyü yerinə sal mənasında ifadə oluna bilər. Xal sözü bir xal mənasında ifadə oluna bilər. Məsələn, deyir ki, belə bir qəşəng şeir var, deyir ki, şeir yadıma gəlmədi. Hə, xal. Biri var yanaqda olan xal mənasında. Bir də deməli xal nədir? Xal, tutaq ki, bir xal, iki xal mənasını ifadə eləyə bilər. Yal sözü uşaqlar. Bir tutaq ki, it yeməyi, pişik yeməyi, yal çalmaq mənasında el dilində o kənd uşaqları daha yaxşı bilər də. Yal o mənanı ifadə eləyir. Bir də atın saçı mənasında ifadə oluna bilər. Yal dağın yalı var. O da məcazi mənada çox mənalı söz kimi düşünülə bilər. Aha, daha sonra gələk bu sözümüzdə görək nədir? Bit sözünü izah elədik bayaq. Qazan sözü. Qazan sözdə həmçinin amonim ola bilər, həm də amonim ola bilməz. Amma qazan sözü ümumilikdə amonimdir. Hər mənada qaz sözünlə bərabər. Baxın, tutaq ki, qazan sözünü bax belə düşünə bilərik. Yəqin ki, bunlar daha lazım olmayacaq. Qomunu silək. Qazan sözü də bir istənilən mövqeydə amonim olan bir söz olacaq. Aha, bax qazan. Qazanc qazanmaq mənasında sözün kökü qazan olacaq və başlanğıc forması da qazandır. Qazan, yemək pişirdiyimiz qazan mənasında bu olacaq. Daha sonra
qazan. Yer qazan mənasında isə buradakı an feili sifət şəkilçisi olacaq və sözün kökü qazdır və başlanğıc forması da qazdır. Görürsüz, qaz sözü də özü amonim olan sözdür da. Bayaq 3 dənə mənasını ifadə elədik. Həmçinin qazan sözü də nədir? Amonim sözlərdən biridir. Elə bax elə burada da var. Daha sonra bu söz nədir? Qara hərf düşübdür. Yaz sözü. Yaz sözü bir yaz, payız mənasında, bir də yaz, yazmaq mənasında ifadə oluna bilər. Qan sözünü bayaq dedik. Gül sözü bir gülmək feili mənasındadır. Bir də deməli nə mənadadır? İsim kimi gül, çiçək mənasını ifadə eləyir. Elə at sözü uşaqlar bir daş atmaq mənasını ifadə eləyə bilər. Bir də deməli nə mənanı ifadə eləyir? At, heyvan mənasını. Çat sözü bir çat getmək mənasında. Tutaq ki, stəkan çatlanmışdı. Bir də çat, çatmaq feili mənasında. Aş bir hərəkət etmək, dağı aşmaq mənasındadır. Bir də deməli aş, yediyimiz aş mənasında. Yol biri var, toyuq cücəni yolmaq, qazı yolmaq mənasındadır. Bir də yol, getdiyimiz yol mənasındadır. Sol biri solmaq feildir. Bir də sol tərəf mənasında. Sağ bir sağ ismidir. Bir sağ tərəf mənasındadır. Bir də sağ nə mənadadır? Salamat mənasını ifadə edən sözdür. Daha sonra dan sözü bir dan tez mənadadır. Bir də dan deyilərik, dan yeri sökülməmiş, yəni səhər tezdən mənasını ifadə eləyir. Bir də dan nə mənadadır? Danmaq feili mənasındadır. Qala sözü. Bax, qala sözü də həm amonim ola bilər, həmçinin ola bilməz. Bax, tutaq ki, mən deyirəm ki, kaş qala mənasında qal sözün kökü olacaq, anı olacaq, qrammatik şəkilçi olacaq. Yəni, arzu şəklində olan feildir və başlanğıc forması qaldır. Amma qala, tutaq ki, odunları qala olacaq və yaxud da qala tikdim. Yenə də nə olacaq? Qala. Və başlanğıc formalarına baxırıq. Görürsüz, başlanğıc formaları qaladır. Deməli, nədir? Amonim ola bilər. Yan sözünü bayaq dedik. Şam sözü bir axşam yeməyi mənasında, bir də yandırdığımız şam. Dam sözü bir dam, ev mənasında, bir də dammaq feili kimi, tutaq ki, dama gör olar mənasını ifadə eləyir. Şan, bir şan, arının şanı mənasındadır. Bir də şan, şöhrət mənasındadır. Sarı sözü bir qoşmadır. Məsələn, tutaq ki, səndən sarı narahatam və yaxud da sarı rəng mənasını ifadə eləyə bilər. Tutaq ki, deyirəm ki, sarı rəng, bir də sarı feil mənasını ifadə eləyir. Qazan sözünü bayaq dedik. Hava sözü bir hava, hava şəraiti mənasında, bir də hava, toyda indi üstündə dava edirsizlik oynamaq üstündə hava mənasını ifadə eləyir. Daha sonra bu söz nədir? Yan sözü bir tərəf mənasını ifadə eləyir. Bir də yan sözü nədir? Yan sözü yanmaq feili kimi. Bəstə bir bəstə boy mənasını, yəni balaca mənasını ifadə eləyə bilər. Bir də bəstə mahnını bəstələmək mənasında. Çaş, tutaq ki, gözləri çaş mənasını ifadə eləyə bilər. Bir də çaş, çaşmaq kimi, çaşmaq feilini kimi, tutaq ki, çaşdım deyir, qapını tərs getdim. O mənanı ifadə eləyə bilər. Kürü sözü, kürü bir balığın kürü mənasında, oliqarxlar varlılar yeri, indi biz yemirik axı. Kürü sözü bir o mənanı ifadə eləyir. Bir də kürü, tutaq ki, qarı kürümək mənasında. Tər, üzr istəyirəm, bir pisiyli bir o maddə mənasındadır. Bir də tər, təzə mənasını ifadə eləyə bilər. Sal sözünü bayaq dedik. Dən sözü bir saçıma dən düşdü, yəni ağ düşdü mənasında. Bir də dən arpa buğda mənasında. Dəm bir kef mənasında. Deyirəm ki, kefim dəm keçir, günüm dəm keçir. Bir də dəm dəmlədiyimiz çay mənasında. Yar sözünü bayaq dedik. Kanal, ASTV, nə bilim ATV, Xəzər TV-dən ifadə olunan o kanal mənasında. Bir də kanal, məsələn, tutaq ki, kanal çəkildi, su arxı çəkildi mənasında ifadə oluna bilər. Yaman sözü, bax görürsünüz uşaqlar, dilimizdə deyir ki, leksik mənaları bir-biri ilə antonimlik təşkil edən sözlər də var. Yaman sözü də nədir? Bir-biri ilə antonimlik təşkil edən sözlərdən biridir. Bir deyirəm ki, yaman qızdır, yəni yaxşı qızdır mənasında, bir də yaman pis mənasında ifadə oluna bilər. Bir dənəsində bonus kimi mən deyim, yamanmaq feili kimi. Yama sözündən yaman olacaq. Bu da nədir? Amonim söz kimi düşünülə bilər. Bu qədər. Ümidvaram ki, bu 42 dəqiqə ərzində sizə nəyisə başa saldım və nəyisə öyrətdim. Çünki amonimləri artıq bundan yəni geniş şəkildə inanmıram, yəni kimsə izah eləyə də. İndi gələk biraz testlər üzərində işlərimizi görək. Uşaqlar, gələk indi biraz testlər üzərində işlər görək. Baxın, deyir ki, 62-ci suala baxsaq, bir dəqiqə qubunu... 62-ci suala baxsaq, deyir ki, biri amonimdir. Elə bildir sözü iki cür başa düşülən sözdür uşaqlar. Amma vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bir mən bildir,
Aha, bildir mənasını ifadə eləyən, bax, deyirəm ki, get xəbəri uşaqlara bildir. Elə vurğu dil çəkicisi vurğu qəbul etmədiyi üçün vurğu inin üzərinə düşəcək. Yəni birinci hecə. Bir də deyirəm ki, bildir. Nə zaman bildir mənasında vurğu dirin üzərinə düşəcək. Deməli, vurğusu dəyişməklə mənası dəyişən söz olduğu üçün A variantı getdi. Satirik sözü var, bir də satirik sözü var. Əgər vurğu inin üzərinə düşərsə, sona düşərsə sifət olacaq. Digərinin üzərinə düşərsə, deməli nə olacaq? İsim olacaq. Ona görə D də çıxdı. B variantında gövhər sözünün bir amonimliyini biz görmürük. Və yaxud da ələk sözünün biz bir amonimliyini görmürük. Aha, bax təsnif sözü uşaqlar amonim mənalı sözdür. Niyə? Bir təsnif bir muğamda olan təsnif mənasındadır. Muğamda olan bir termin mənasındadır. Bir də təsnif etmək, yəni ayırmaq mənasını ifadə edən bir söz olduğu üçün, yəni cavabımız nədir? E variantıdır. Aha, görürsüz, deyir ki, isim və feil kimi amonim ola bilməz. Elə boya sözü, bax bir boya sözü niyet boya mənasını ifadə eləyir. Bir də boya nə boya mənasındadır. Elə deməli bir isim olur, bir də feil olur. Deməli cavabımız A variantı ola bilməz. Qarış, niyet qarış, bir də qarış, bax orada var idi sözlərdən izah eləmişdim da, barmağın, deməli baş barmağımızla çəçələ barmağımızın ucu arasında olan məsafəyə qarış deyirlər də. Deməli bir də feil mənasını ifadə oluna bilər. Deməli C də, B də çıxdı. Daha sonra divan sözündə izah eləmişdim. Bir şeirdir, bir də divan mənasında. Görürsüz, hər iki mənada isim mənasındadır. Ona görə cavabımız C variantıdır. Din sözünü izah eləmişdim. Bəli, gördünüz elə din sözü də var idi orada. Bir İslam dini mənasında, bir də dinmək, danışmaq mənasında feil olur. Dan sözü də bir danmaq feili mənasında, bir də dan ismi mənasında. Deməli cavabımız nədir? E variantıdır. C variantıdır. Ondan sonra 64-də bax görürsüz, hamısı eyni ilə izah elədiyim sözlərdir. Və yaxud da 65-də gördünüz, hamısı izah elədiyim sözlərdir. Deyir, amonimləri sırasını izah eləyin. Mətn sözünü demişdim, əkin sözünü demişdim. Elə bunları çıxırıq. Daha sonra vurğusu dəyişməklə mənası dəyişən bölmə sözü var, çıxırıq. Göz sözünün və baş sözünün uşaqlar amonimliyi yoxdur. Bunu yadınızda saxlayın. Testlərə də test düşür. Göz sözü və baş sözünün nəyi yoxdur? Amonimliyi yoxdur. Ona görə C-də çıxdı. Daha sonra dik sözü amonim deyil. D-də çıxdı. B sözü amonimdir. Bəli, deməli dik sözü amonimdir. Dik sözü nə mənalarda amonimdir? Bir dik sözü. Mənim də yadımdan çıxdı. Dik sözü bir dik mənasını ifadə eləyir. Bir də dik nəysə dikmək mənasındadır. Ona görə D ola bilər. Qala sözünü demişdik, çat sözünü demişdik, say sözünü demişdik. Bunlar amonim olur, bəli. Amma baş sözü amonim ola bilməz. Axır sözü amonim ola bilməz. Həmçinin uşaqlar, axır sözü isimdir ha. Axır və son sözlər isimdir bu sözlər. Bildiniz? Ona görə cavabımız nədir? D variantıdır. Yaxşı. Aha. Daha sonra amonim olan bilən sözlərdir. Dik sözünü götürə bilərik. Göl sözü amonim deyil, göz sözü amonim deyil, gilas, qapı bunlar amonim deyil. Yəni uşaqlar, ümidvaram bunu başa düşdünüz. Bir də amonimlər, terminlər ola bilərmi? Bəli, dilimizdəki elə sözlər var ki, həm termin mənalı sözlərdir, həm də amonim mənalı sözlərdir. Məsələn, tutaq ki, xəbər, say, zərf, sifət, daha sonra təyin. Bu kimi sözlər həm termindir, yəni ixtisas peşə sözləridir, həmçinin nədir? Amonim sözlərdir. Yəni başa düşdünüzmü uşaqlar? Ümidvaram ki, nəyisə yenə deyirəm, nəyisə izah elədim. Yəni ki, nəyisə mən sizə öyrətmişəmsə, bu mənim üçün nə xoş bir hadisə olar. Sağ olun, Allah amanında.